Mənim fikrimcə it deyilən bir varlıq yoxdur. Yəni Minecraftda it deyilən bir mob yoxdur. Məsəl üçün arxamda gördüyünüz kimi qoyun deyə bir mob var, amma mənim fikrimcə it deyə bir mob yoxdur. Bunun səbəbini sizə izah eləməmişdən əvvəl videoyu bəyənib kanala da abunə olmağı yaddan çıxarmayın. Zəhmət olmasa videoyu bəyənib kanala abunə olun. Nəysə, sizi çox gözlətmədən videomuza keçək. Siz burada nə dediyimi başa düşməmiş ola bilərsiniz. Bu çox normal bir şeydir. Məsəl üçün, bu yumurtayı əlinizdə alanda, indi məndə ayarlardan türkçədə, yəni Azərbaycan dilində yoxdur. Kurt çarma yumurtası. Yəni burada köpək deyilən, yəni it deyilən bir yazı yoxdur. Siz bunu çağırdınız. Məsəl üçün, özünüz məntiqinizdən düşünün. Bir meşədə it əmələ gələ bilər. Yəni canavar mənim fikrimcə əmələ gəlməlidir. Çünki bir meşədə gəzirsiniz, qarşınıza maksimum canavar çıxa bilər. Siz bunu əhliləşdirirsiniz, yenə də bu it olmur. Bu canavardır. Sizə bunu başqa bir aydın yolla izah edə bilərəm. Bura girirsiniz. Məsəl üçün, məndə türkçə olduğuna görə türkçə yazmalıyam. Bura canavar yazmalıyam. Yəni kurt. Gördüyünüz kimi kurt çarma yumurtası. Amma mən buraya indi it, yəni köpək yazsam, köpək. Gördüyünüz kimi heç nə çıxmadı. Boş. Çünki Minecraftda köpək deyilən, yəni it deyilən bir varlıq, mob yoxdur. Sadəcə kurt var. Bildiyimiz kurt.